Bu ölüm ibrət qapısıdır. Hər bir kəs üçün ibrət alma, dərs alma, bu gündən sonra əməllərini düzəltmə, Allaha yönəlmə, ona getmə, onun yolunda addım atma başlanğıcı olmalıdır. Çünki Muhammed sallallahu aleyhi ve sellem ölümü bizə tərif edəndə, xəbər verəndə, ölümün nə olduğunu bizə danışanda deyir ki, ağızların dadını qaçırdan, ləzzətləri paramparça edən, sevincləri qaldıran ölümü çox xatırlayın. Ölüm elə bir haldır ki, təkəbbürlülərin belini qırar, zənginlərin ağız dadını qaçırdar, güclülərin dizini yerə vurar, başını döşəyə, yatağa salar, torpağın altına qoyar. Bu haldan bizim üçün ibrət alacağımız bir şey var. O da nədir? Gəliş də insan ola bilər, bilməsin. Lakin yaşadıqda, ibrətlər alındıqda, dərslər verildikdə, məscidlərdə əzanlar ucaldıqda, namazlara gəl, tək Allaha ibadət et deyildikdə, insan ağıl sahibi olduqdan sonra, yetkinlik yaşına çatandan sonra, cavanlıq dövründə, yaşlılıq dövründə, ahıllıq vaxtında isə ağıllı bir insan olur. Başa düşür. Onun üçün insan bilir ki, bu dünya əbədi qalmaq üçün gəlinməyib. Gedişi var. Bu qapıdır, keçiddir. Burada olanların hesabını vermək üçün aləmlərin Rəbbi olan Allahın qarşısında durmağa gedişdir. Bura qədər nə olubsa olub. Bundan sonra hər bir çiyində gedən, çiyində getdiyi zaman yalvarışı budur. Ey Rəbbim, geri qaytar. Salihlər də bu duanı edər, yalvarar və salih olmayanlar da. Çünki salihlər nə qədər az əməl etdiklərini bilərlər, digərləri isə heç əməl etmədikləri üçün öz yaradanlarının qarşısında cavab verəcəklərini bildikləri üçün getmək istəməzlər. Lakin bu elə bir yerdir ki, istəsən də, istəməsən də, istər cavanlar olsun, istər qocalar, istər zənginlər, istər fəxirlər, istər qadınlar, istər oğlanlar, kişilər, istər qızlar, istər oğlanlar, hər biri bu yerə qoyulacaq. Çünki ölümün yaşı olmaz. Kimsə düşünməsin ki, mən qocalanda Allaha qaydaram, ibadətləri edərəm, namazları qılaram, günümüzdə olduğu Ramazan orucunu tutaram, yaşlaşanda bunları edərəm. Bu fürsət insana verilməz. Çünki bu sənin yaradılışın deyil ki, sən yaratmamısan ki, həyatın ölçüsünü də sən biləsən. Onun üçün son olaraq tövsiyəm budur ki, vallahi, səssiz nəsihətdən ibrət alın. Danışmayan kəslərdən ibrət alın. Ətrafa baxın. Hər bir kəsin qəbrinin üstündə ayrı-ayrı yaşlar yazılıb. Gözəli var, çirkini var, yaşlısı var, cavanı var. Tək sözsüz, bir kəlməsiz nəsihət edən, bax budur. Hər bir kəs səssiz nəsihətə qulaq asıb, səsli nəsihət almalıdır. Allah günahlarından keçsin və bağışlasın. Amin. Bizi də Allaha doğru şəkildə gedənlərdən etsin. Allahın əmrlərini yerinə yetirib qadağalanlarından uzaq duranlardan etsin. Və sallallahu alə nəbiyyinə Muhammed və alə əlihi və sahbihi və səlləm. Allahın Rasulü Muhammedə, onun ailəsinə və bütün sahabələrinə Allahın salamı olsun. Sallallahu alə nəbiyyinə Muhammed və alə əlihi və sahbihi və səlləm. Allah günahlarından keçsin. Amin. Allah razı olsun.